Həftə sonu Göyçayda bayram bayrama qarışacaq. Zəfər bayramı, ardınca Bayraq günü və ənənəvi nar festivalı. Sayca 16-cı nar festivalına 2 ay əvvəl başlayan hazırlıq artıq yekunlaşır. Göyçayın xarici ölkələrdən də qonaqları olacaq. Nar demək olar ki, Göyçaylıların ən sevimli meyvəsidir. Hər il yəni Göyçaylılar özü də narı ilə fəxr edibdir. Nar festivalının keçirilməsi ən xüsusda Göyçayda əhalimizin, cəmaatımızın üzüyün gülməsinə, sevinməsinə, fərəhlənməsinə səbəb olur. Sevinclə, fərəhlə dolur. Yəni bu festivalda insanlarımız nardan hazırlanan müxtəlif məhsullardan nümayiş etdirirlər. Nar şərabdır, nar suyudur, digər nar sovqatlarından istifadə edilir. Nar deyəndə Göyçay, Göyçay deyiləndə də təbii ki, nar yada düşür. Hər il olduğu kimi mən ümid edirəm ki, bu festival da digər festivallar kimi də çox maraqlı, eyni zamanda əyləncəli olacaq. Festival çərçivəsində maraqlı sərgilər həyata keçirilir. Bundan da yanaşı yarmarkalar, istər nar suyunun, istərsə narın özünün satışı həyata keçirilir. Bayraqlar asılır, prospekt və küçələrin asfalt örtüyü, yol nişanları, işıqlandırma sistemi yenilənir. Göyçay şəhəri növbəti nar festivalı ərəfəsindədir. Festivalın keçiriləcəyi mərkəzi stadion və kənd təsərrüfatı məhsullarının nümayiş olunacaq ərazidə də hazırlıq görülür. Artıq 2 aydan da çox bir zamandır ki, biz təşkilat komitəsi olaraq festivalın keçirilməsi ilə bağlı tədbirlər planı müəyyən etmişik və artıq tədbirlər planımızın böyük bir hissəsi icra olunub. İşlərimizin ən vacib məqamı bugündən sonra bizim şəhər stadionundakı sərgi, satış və digər yarmarkaların düzülüşü və eyni zamanda bunu yüksək səviyyədə gələn qonaqlarımıza təqdim etməkdən ibarətdir. Festival təşkil olunacaq məkanlardan biri də məhz rayon ərazisində yerləşən Təzə Bazardır. Burada rayon fermerlərinin yetişdirdikləri nar məhsulu və nardan hazırlanan digər qida vasitələri sərgi satış yarmarkası vasitəsilə sərgilərə çıxarılacaq və birbaşa alıcılara təklif olunacaq. Festivala Göyçayın sakinləri, xüsusən də nar bağı olanlar da hazırlaşırlar. Yarmarkaya narın ən yaxşıları çıxarılacaq. 3 sortlarımız var polkada. Yəni gülöşə nar, şirin nar, bir də şıxbaba nar deyirlər. Hal-hazırda onun satışdadır. Narın qarşıdan festivalımız gəlir. Ayın 8-i, 9-u nar festivalımız keçiriləcək. Allahın köməyi ilə xaricdən, bütün ölkədən də, bütün dünyamızın hər bir yerindən yəni nar festivalımızı, qonaqlarımızı dəvət buyurub gələcəklər. Hazırlamışıq. Nardan deyirlər, narın şərab deyirlər, narın sokun deyirlər. Yəni onlardan tamamında hazırlıq gedir. İnşallah ayın 9-cu günü yəni satışda olacaq inşallah. Sayca 16-cı nar festivalı noyabrın 9-unda saat 10-da başlayacaq. Axşam konsert proqramı ilə yekunlaşacaq. Vahid Fəxri, Devran Cəliloğlu, Emil Məlikov, AzTV xəbər.